Uyğunluğu müəyyən edin. Paralel çevrələri və 1 dərəcə qoşulu uzunluğu. Biz bilirik ki, yer kürə şəklində olduğu üçün paralellərin dərəcələri qiyməti ekvatordan qütbə doğru getdikcə azalır. Bu da yerin kürə şəklində olması nəticəsindədir. Yəni, biz bu paralelləri çəksək, görürük ki, qütbə doğru getdikcə paralellərin uzunluqları dəyişir. Uzunluğu dəyişdiyi üçün olan 1 dərəcə qövsləri də dəyişir. Və bunlar da dərəcələr qiymət 7-ci sinif kitabında var və orada hər dərəcə paralelin özünün 1 dərəcə qövs uzunluğu göstərilib. Məsələn, burada biz baxsaq, buradan ekvator çəksək, bu 10 dərəcə, biri 20, 30, təxminən olaraq 40 dərəcə, 40-cı paralel. Və bunların 1 dərəcəlik qövsün uzunluqları verilib. Biz buradan da görürük ki, qütbə doğru getdikcə dik paralelin uzunluqları azalır. Deməli, ən uzun, ən qısa 40-dır, ən uzun isə 10-cu paralelin dərəcə qiymətidir. İndi burada baxaq, 10 dərəcəlik paralelin 1 B-dir, 104.6-dır. Sonra 20 dərəcəlik 104.6-dır. Sonra 30 dərəcəlik 96.5-dir. 40 dərəcəlik də 85.4. Deməli, 1 B, 2 D, 3 C, 4 də A. E variantı. Şimali Amerika materikini kəsən xətlər. Şimali Amerika materikini kəsən ekvator kəsmir. 1 getdi. Sonra Cənub tropiki kəsmir. 2 də getdi. Şimal tropiki kəsir. 3, 4 Greenwich də kəsmir. Və şimal qütbləri kəsir. 3, 5 D variantı. Xəritə bitki heyvan növlərinin yayıldığı sahələr hansı üsullara təsvir edilir? Hər hansı bir kəmiyyətin və yaxud da hər hansı bir göstəricinin, coğrafi göstəricinin əraziyə yayıldığını göstərən təsvir üsulu arealdır. Keyfiyyət fonu rənglərlə göstərilir. Hər hansı bir xüsusiyyət rənglərlə fərqləndirilir. İzoxəttlər, xəttin ardından görülən nöqtələr həm kəmiyyət, həm də yayıldığı ərazilər göstərilir. Hərəkət xəttləri isə hər hansı bir hərəkətdə olan coğrafi hadisə proseslər göstərilir. Böyükdən kiçiyə doğru sıralayın. Yenə paralellərdir. Paralellərin uzunluqlarıdır. Birinci ekvator dairəsi. Bu ekvator. Ekvator. Sonra tropik xətti çevrəsi. Hamısı çevrəsidir. Tropik. Tropik. Sonra qütb dairəsi. Qütb dairəsi. 66.5. Qütb dairəsi. Bir də meridian çevrəsi. Bu da meridian çevrəsi. Böyükdən kiçiyə düzün. Bunlar içərisində biz ekvator və meridian çevrəsinə baxarıq. Biz dedik ki, yer qütbdən, şimaldan basıq, cənubdan isə qabarıqdır. Və biz də dedik ki, ekvator radiusu 678, qütb radiusu 677-dir. 657-dir. Və biz deməli ekvator radiusu qütb radiusundan böyük olduğu üçün ekvator çevrəsinin uzunluğu da deməli qütb, daha doğrusu meridian çevrəsinin uzunluğundan böyükdür. Deməli ekvator çevrəsi birinci olacaq. Sonra gələcək 3-ü, 1, 3, 1, 3. Daha doğrusu 1, 4, 3 yox, 1, 4. Qütb meridian çevrəsi 4-dür. 1, 4. Sonra indi baxaq, tropik və qütb dairəsi. Biz dedik ki, paralellər qütbə doğru getdikcə uzunluqları azalır. Tropik dairəsi, qütb dairəsi. Qütb dairəsi daha şimaldadır, tropik isə daha aşağıda, ekvatora doğru. Deməli, növbəti olacaq tropik dairəsi və ən sonunda meridian çevrəsi. B variantı. Xəritədə hansı kartoqrafi proyeksiya hazırlanmışdır? Xəritə hansı kartoqrafi proyeksiyada hazırlanmışdır? Biz bu formanı görəndə biz dedik ki, silindri proyeksiyada paralel meridianlar düzbucağı altında kəsişir. Ona görə silindri proyeksiyadır. Qütb ulducunun 42-67 arasında göründüyü məntəqələrin yerləşdiyi ərazilərin xəritəsini hansı kartoqraf proyeksiya ilə tərtib etmək daha məqsədə uyğundur? Biz burada 47-62 paralellərin arası deyirsə, biz də proyeksiyalardan baxırıq ki, silindri proyeksiya ekvator ərazilərinin, çünki silindrik qlobus silindrin içərisində yerləşir ekvator xətti
toxunur silindr və burada təhrif 0 olur. Ona görə ekvator yan ərazilərin təhrifi, ekvator xəttin kəsdiyi ərazilərin təsviri silindri proyeksiyada istifadə olunsa daha məqsədə uyğundur, çünki təhrif az olur. 47-62 isə bu isə qlobusu silindrin içərisində yerləşdəndə həmin paralellərdə konusa toxunur. Ona görə 47-62 deyəndə bu proyeksiya konus proyeksiyadır. Cənub, şərq və qərb yarımkürədə yerləşən materik. Cənub, şərq, bir də qərb. Cənub deyirsə ekvatordan aşağıdadır. Ekvatordan aşağı deməli bu yer getdi. Sonra Avrasiyada getdi. Sonra şərq deyiriksə Qrinviçdən sağda, 180-dən solda olmalı. Qrinviçdən sağda, Avstraliya düz gəlir. Amma şərq qərb deyir. Qərb deyir, Avstraliya səhvdir. Sonra Cənubi Amerika şərqdə deyil. Deməli, cavab olaraq Antarktida. Niyə şərq qərb həm Qrinviç kəsir, həm də 180 dərəcə meridian kəsir. A variantı. Sonra şimal-cənub qütbləri xətləri ilə kəsişən müvafiq məntəqələr. Demişdik, şimal-cənub qütb dairələri 66.5 şimal qütb dairəsi, 66.5 cənub qütb dairəsi, cənub en dairəsi. Materiklər müvafiq olaraq deyil. Avrasiyanı kəsir, Cənubi Amerikanın cənub qütb dairəsi kəsmir. Şimal Amerikanın kəsir, Cənubi Amerikanın kəsmir. Sonra Şimal Amerika, Antarktida, C variantı. Avstraliyanı kəsmir. Sxemdə təsvir olunmuş ərazi hansı yarımkürədə yerləşir? Biz bunu baxmaq üçün, hansı yarımkürədə yerləşdiyini baxmaq üçün biz dedik ki, Qrinviçdən soldadırsa, sağdadırsa, şərq 180 ilə Qrinviç arasında şərq, Qrinviçdən soldadır 180-dən kimsə qərb yarımkürəsində yerləşir. Və biz burada baxsaq, görərik ki, birinci uzunluqlara baxaq. Uzunluqlara baxanda görürük ki, bu arta-arta gedir. 15 bu istiqamətdə arta-arta gedir. Şərqə artırsa, şərq istiqamətinə artırsa, meridian dərəcəsi artırsa, deməli şərq yarımkürəsidir. Deməli, meridian dərəcəsi şərqə doğru artırsa 180-ə kimi şərq yarımkürəsidir. Şərq yarımkürəsi. Deməli, şərqə doğru getdikcə artırsa şərq yarımkürəsi. Deməli, şərq yarımkürəsidir. Digərləri getdi. İndi baxaq. İndi enliyi tapaq. Bu uzunluqdur. İndi enliyi tapaq. Enlik isə aşağıya doğru, yəni cənuba doğru artırsa, görürsünüz, arta-arta gedir. Artırsa cənub yarımkürəsi olacaq. Əgər şimala doğru arta-arta gedirsə, şimal yarımkürəsi olacaq. Cənuba doğru arta-arta gedirsə, cənub yarımkürəsi. Eynilə burada da. Meridian dərəcəsi qərbə doğru getdikcə arta-arta gedirsə, 180-ə kimi qərb yarımkürəsi olacaq. Şərqə doğru arta-arta gedirsə, 180-ə kimi şərq yarımkürəsi olacaq. Enlik də cənuba doğru arta-arta gedirsə, cənub yarımkürəsi. Şimala doğru arta-arta gedirsə, şimal yarımkürəsi olacaq. Deməli, burada da cənub yarımkürəsi, B variantı. Qəzvin şəhərinin coğrafi koordinatları 36 şimal, 50 şərq uzunluğu. Buna əsasən Qəzvinin Bakıdan hansı istiqamətdə yerləşdiyini müəyyən edin. Gəlin çəkək. Qəzvinin koordinatları 36 şimal, yəni 36-cı paralel. Şimalın dairəsi. 50 şərq uzunluğu. Bakının koordinatını yazaq. Bakı 40 şimal, 50 şərq uzunluğu. Deməli, eyni meridiyanda yerləşir. Bu Bakı, bu da Qəzvin. Deyir, Qəzvinin Bakıdan deyirsə, Bakıdan gəlirik. Bakıdan gələndə də olacaq cənub istiqaməti, 180 azimut. B variantı.
Nöqtələr üzrə xəritə tənəyi təsvir etmək məqsədə uyğundur. Kənd ərazisinin yerləşməsi və sayını. Verilmiş xəritə hansı kateqoriya proyeksiyada tərtib olunmalıdır? Görünür ki, elə fiqur silindri proyeksiyadır, silindirdir. Coğrafi koordinatları 5 cənub, 5 qərb zonu olan məntəqə sistemdə verilmiş bölgədən hansında yerləşir? Deməli, koordinatları 5 cənub, 5 qərb zonu. Cənub dursa 0 dərəcə. Ekvatordan aşağıdır. Aşağı 5 cənub endarəsi. Və 5 qərbdirsə Qrinviçdən 0. Qrinviç meridianından soldadır. 5 qərb zonu. Bu məntəqə. Bu məntəqə həmin məntəqədir. Gəlin baxaq. Birinci enliyə baxaq. 5 cənub endarəsi. Yəni ekvator buradan 0 dərəcədən aşağıda olmalıdır. Ya 4-dür, ya 5. 1, 2, 3 hamısı getdi. 1 də getdi, 2 də getdi, 3 də getdi. Çünki bunlar hamısı ekvatordan yuxarıdır. İndi uzunluğa baxaq. 5 qərb zonu. Qrinviçdən 0-dan solda olmalıdır. Bu da bu məntəqədir. 4. D variantı.